Yəni kim deyə bilərdi ki, mən nə vaxtsa bu yerdəyəm və bu müsahibəni verirəm. Əslində qalsa sizə də demişdim ki, həyatımda nə olursa və yaxud da nə ilənsə qarşılaşıramsa, bu mənə evrenin göndərdiyi bir mesajdır ki, yəni mən bunu etməliyəm. Və kim deyə bilərdi ki, mən 2019-cu ildə o postu paylaşanda ki, məsələn, bir gün hər kəs məni Artlola kimi tanıyacaq. Bəli, bir gün məni hal-hazırda hamı məni Artlola kimi tanıyır. Əslində qalsa, necə sizə deyim, açıq danışacağım. Mənim anamın arzuları var. Hər bir valideynin arzusu olduğu kimi. Mən atamın da arzuları var. Və mən hal-hazırda, məsələn, anamın bir arzusunu yerinə yetirə bilirəmsə, nə xoş mənəm. Hər bir kəsin anası nəsə istəyə bilər. Məsələn, bizim o vaxtı elə şəraitimiz olmayıb ki, ata bizi və mamanı götürsün, hər hansı bir restorana getsin, yemək yeyək. Yəni elə bir şəraitimiz olmayıb. Şükür buna ki, bu günə ki, məsələn, mən anamı bu günləri hansısa bir restorana aparıb anamla vaxt keçirdə bilirəm. Bu mənim çox xoşuma gəlir. Anamı xoşbəxt görmək məni də xoşbəxt eləyir. Anam yadıma gəlir ki, hamamı təmir edəndən sonra ilk dəfə çiməndə orada ağladı həqiqətən. Ağlamayacağım deyirəm, niyə ağlayıram bilmirəm. Ağlamışdı orada. Gəldi, öpdü alnımdan, dedi sağ ol qızım. Yəni çünki onları xoşbəxt eləmək belə mənə kifayət eləyir. Çünki həyatda ailəmdən başqa heç kim yoxdur həqiqətən. Və nə qədər ki, yəni yorulmamışam, nə qədər ki bezməmişəm, işləməyə davam eləyəcəm. Çünki yorulmaq yoxdur məndə, həqiqətən. Məqsədim var, məsələn, hələ də yarımçıq işlərim var ki, onları görüb bitirməmişəm. Onlar yarımçıqdır və onların üstündə işləyirəm. Bəzən necə olur yorulmaq? Məsələn, gəlirəm, bir gün qayıdıb deyirəm ki, məsələn, artıq işləri azaldacağam. Fikirləşmirəm çox şey falan. Sonra amma görürəm ki, yox, alınmır. Deyirəm ki, heç nə olmaz. Zaten artıq boş da qala bilmirəm. Boş qalan kimi sıxılıram, darıxıram. Uşaqlar görürlər də, məsələn, bayram günlərində Lalə müəllimə işləyir. Yazıram, mən işləyirəm. Çünki adicə o bayram günlərində belə düşünürəm ki,